seysən sən. Valla indi mən də yanlarda pis yaxşı hamd olan kimi. Niyazla gələn danışırsın. Bizdən tutur mən götürüm də beləydim də güzel deyilsin. Ay şükür, 3-4 dəfə də gelməmişəm. Hamısı çıxar dedi. Bir yavrular var ya, telefon elinde birinci sırada. Kimese yazır. Kime yazır? Kime yazırdı? Yo düz eləmişsiniz. Yani kızın sualına cevap vermiyorum. Babam boş ver gitsin. 2 gün bundan qabaq oğlumun 16 yaşı olub, 2 gün 2 sutkada evdə tapa bilmirəm. Ad gündə pul yığıb, bax, qutarımda zəngiləcək. Bugün mən yazıb ki, gələ bilmirəm konsertə, sən oğullar arzuram, gəlib sən stresi salmaq istəmirəm. Mən bu kişilərdən yarqaldım. Vallahi birinci təriflik satırlar mövlalarım neyim. Sonra görüm, o yeşili almalar alardılar, axırda görürsən biri-biri. Nəvən Allah, sizi kim əsəbləşdirir? Biz niyə belə ciddi baxırsınız? Adətən mənə baxanda belə, bizdə belə yanınızdakiler deyəsən gəlməyib əsəbləşmişsiniz, ya da kimsə gecikib 100%. Mən də haçansa xəstəydim, amma sonra onu siz xəstə elədiniz. Ne günə qoydu zamanı? Bunda kim deyirəm? Deyirəm, vaxtında geçmişəm. İndi bir dəlinin əzabını çəkdi, 2 dəli yan-yana gələr qonşumun qızı olardı. Neymiş zaten analize de alırım senden benim uşağın atası kimliği. Baxsa Quran haqqı, mən sevənlər də özüm kimi dəlidir. Mənə bax, sən öz aramızda qazıl saçımı da yandırıblar. Hiss edirəm də. Natural. Bir dənə sözdüyüm inanıram da, zarafat edirəm. Çünki mən öz-özünə quruyanda vurulur. Fen vuran kimi süpürgəyə oxşuyur. Hamı dəm budur ki, saçlarım yanıb, başa sala bilirəm ki, özü belədir. Amma bunu yoxlatdıracam görünüşüm kimdən. Akşamınız değil. Rüya Hanım, size teşekkür ederim. Sizin konsertinize ben gül almadım. Saçlarımı Çok çətinliklə. Ancaq buna qolluk elədim ki, yetişdirə bilim. çok şey büyütmüşsün. Belə mənə bak. Allah saxlarlar. Çok sağ olun. Teşekkür ederim. Belə qoy onu hamı görsün. Rəyləri qəşəngdir. Mən də səni sevirəm. Səni də kim sevirsə onu sevirəm. Türk aktrisası elə dedim, 3 aydan sonra boşandı ya. Demet'e dedim ki, ağaz ərini sevirəm. Getdim, bak Bakıdan oraya boşandı dedim. Dəvdüzlərdir. Ona görə də ərinizdə möhkəm oldu. Sizinki Moskvadadır. Çoxdan gəlir. Mən qocalanda gəlirlər də. Ruslar neyinir? Əslində Konseptdə futbola baxırsan sən. Ayırma beni her
uşaqlar, oğlan oturub arvadıyla, o da bir sən niyə belə on vurandan sonra üzüyü göstərdi, deməli günah bundadır ha. Futbola baxır. Gör səni necə sevirik. Gör mən necə sevirim. Amma sağ olsun, heç olmasa arvadı gətirib. Səssiz futbola bu. Pul koymamsan. Yalan danışma. Olsun. Amma bu, yəni hacansı məndən soruşurlar ki, həyatımızda konsertdə baş verən maraqlı hadisə deyəcəm. Mənim konsertimə gələn adam futbolu izləyirdi. Yenə baxır özdən. O yeri özü ən pis vaxta götürdü mənim. Ne iyi bəcər kişiydi o. Qəşəng futbolist tapmadım, mən də baxıram. Ne gəlsinsə gəlsin, görüm hamını, sevim, görüm kimlə ilə məşğuldur. Nələr kimlər. Tutmuşam sen oradan çektin, buradan çektin, böyle diyecek. Doğrudan kime atırsan, yalan versin. Aa, sene göre iyi görün. Özüm de geçirdim, dişlerim de güzeldi. Ben 50 bin dedim şemeyi, şükür öyle güne. Burcu sene göre. Hadi başka. Hele deyip başıma Allah'ın üsteydim, beşi. 160 yaşında da karar inanırmışsın. Ay uşaqlar, nəfərsiz, yaxşısınız mı? Keyfiniz dadınız. Bizim qonaqlarımızdan razısınız. Ay mənim əzizlərim. Gecə mən razıyım. Mən əminəm ki, mahnılar olmaz əzbər bilirdi. Mahnıdan çox hamı zarafatları qoyacaq, danışıb güləcək. Bu arada səhnədən gedəndə İsmail'in mahnısını yenidən istəyirəm səslənsin. İlhana Hanım demişti ki yaşında fərqi var, sizdə boyun və fərqi var. Şaxta babayla qarqız kimi. Mən sizi sevirəm. Mənim babam. Sen ona bilet aldın, o sen bilet aldın. Я даю слово, что когда мне будет 10 лет, вот в студии 10 лет, сейчас 7 лет. На 10-летие вы приедете, я вас Sen benim konsertlerime gel, aslandan boş verdi, kaldı orada. Mama, halo. Bugün hamıyan oğullarla da çaşdırırsın beni. Çünkü sizler normal aşağıdan böyle. Çok da öpürəm. Allah halovu saxlasın. Ay Allah'ım sen kurbanım. Gelenin dışına ben biraz ağıl ver. Təəssüratım bilirsiniz nədir? Dünya boydadır. O uşaqlara deyirlər, mamanı, papanı nə qədər çox sizdən deyir, bu boyda, bomba boyda. Doğrudan da təəssüratım çox gözəldir. Fərqli günlər yaşadım. Dünən başqa cür qonaqlarım vardı. Bugün tamamilə başqa cür idi. Hacı Nuran da elə bugün mənim qonağım idi. Çox möhtəşəm keçdi. Məncə biz gələn bir də görüşəcək. Gələcəksən? Herkese teşekkür ederim. Bu 2 günü dolu dolu yaşadık. Gözümüz güldü de ağladı da. Ürəyim istəyən alqışı aldım. Ürəyim istəyən enerjini gördüm. Çok sağ olun. Ama desəz ki bu 2 gün konsertdə hansı gün yadınızda kaldı? O qonaqlarımın birinin futbola baxmağı. Çok güzel idi. Ve bunu biləsiniz ki, mən həmişə gələn qonaqlarımla möhkəm zarafat eləyirəm. Yəni, bir adam tapıram da bildiz belə ilişməyəm. Və bugün də o ailə idi. Əminəm ki, həmişə də mənim hələ qonaqlarım olacaq. Bilmək istəyərdim, görəsən kim utdu futbolda axırda. Sizi sevirəm.
Yaşlaşanda bir gün belə bir sual. Hə, bircə onu bilirəm ki, yarımçıq qaldı da. Mən yaşa dolanda məndən soruşsalar ki, konsertdə ən yadımda qalan xatirə o ailə olacaq, futbola baxan. Ay həmişə gəlin. Çox gözəl idi. Hər şey çox gözəl idi. Zarafatlar da gözəl idi. Səmimiyyət də. Sizi sevirəm. İnşallah noyabrın 7'si kongres zalda görüşmək ümidiyle. Sağ olun. Bugün biraz dinceldim. Uykudan geç durdum. Çünkü geç yattım, uşaqlar o kadar heyecanlıydım ki, o kadar sevgi doluydum ki, görmemiş gibi yatabilmemişim. Salam aleyküm. Ben de geldim. Mütləq. Səhər saat 10-dan gəlibsə mümkün çəkdirəcəm. Şəkillər, Tanıyırsınız tabii. Və sağlam. Uşaqdır. Gətir o bizi. Görmezsiniz. O uşaqdır. Məndən yaxşı böyüdür. Ağır. Hər konsertdə gəlirsən və ağlayırsan. Mən anlamıram. Sən niyə ağlayırsan? Özü deyim ki, tek mən fanatımdır. Şükürlər olsun. Bütün Azərbaycan fanatıdır. Xalqdan. Sen dünyada konsertdeydin də. Hə, deyirsən. Tamam, ayın 7'si gələrsən. Ona bilet ayırın. Yaxşı. Şimdi hamısı biletlər satılır. Ona görə ayın 7'sinə uşaqlar səni tərifini 100% sən satacaq. Hadi kızım. Hadi. Sağ ol, güzel. Bana bakın, buraya geldim. Elimde öğrendim ki aynı 7'den de bilet çektim. Yağmur olarak. Gülür, gülür. Selam aleyküm, sabahınız verir. Ama sağ olsun, içimiz arvadı gətirib. Səssiz futbola pul koymamışam. Yana danışma. Ama bu, yani haç asıl məndən soruşsalar ki, hayatınızda konsertdə baş verən maraqlı hadisə deyəcəm, mən konsertdə gələn adam futbol izləyir. Yenə baxır özlər. O gedib, öz ən pis vaxtda götürdü məni. Ne iyi bəcək işiydi o. Eşək futbolu satmadım, mən də baxıram. Ne gəlsin, gəlsin, görüm. Adı, 50 ildir səni tanıyıram, həyatımda dünən mənə qəşəng şəkil çəkdirsən. Nədəndir o evlənəndən sonra deyə, arvad görəndən sonra düzəlmirsən. Subay vaxtı bir şey döyürürdün, İskan. Vallahi əvvəl çəkdiyi şəkillər indi yadımdadır. Ondan sonra gelip üzümə əməliyyat elətdirdim, mən. Dedim, ilahi, mən bu qədər neyi becərəm? Yo, indi düzəlib balam. Uşağım, arvad istəyirmiş də, evlənmək istəyirmiş. Sən TikTok'da da açmırsan? Hə, açmır, bir haber eləməm. Qoy oturmuş, razı qoy oturmuş. Ve o ağ kız durdu yarağa dedi ki, hə, sən daha çok yandırırlar, hə, mən yaşadığımı görsən sən Allah yandırar. Hə, mənə bax, mən bilirəm nə oxuyacaq, amma o gec gələnlər var deyə, ora belə işıq vermək olur, onları görüm. Ağ köynə idi, belində. Qabaqda deyəsən doğrudan varlılar oturub. Çünkü hiç kim okumur. Biz gelmişsen, yüzü sana oxşayır, gözləri ama sen değilsen. Deyirəm də o sırada bahalı adamlar oturup bölbülü falan. Öpürəm səni. Hadi. Gel. Bu tərəfdən də ses gəlməsə özümü yandıracağım. Eybi yox, məndə də elə olur. Mən də qəşəng oğlan görəndə ağzıma ayıb baxıram. Deyirəm, Allah yəsinə qismət eləsin. Sən də hər şeyi çək qoy. Qoy, o birisi Azrail desin, danışığı bilmirsən.
Gözəl xanım. Dünən yarıdan qayıtdım. Qalxmayın ayağa. Bir imkan verin, gəlim görüm vokal stüdyoda qəşəng oğlan var, onu görüm. Orada qəşəng açıqlı kişi var, onu görüm. Özü yaxşı bahalı yerdə oturmuşsunuz. Nazım, tanımıram. Çok sevinirəm. Çünkü birinin ister ailem olsun, dostum olsun fərq etmez. Heç seçim yapmaram. Eğer bir mahnını çok severəmsə onu oxuyaram. Gözümün ışığı da olsa oxumaram. Günahkar kimdi deyəkmi? Siz neynəmişsiniz məndən ötürü? Neynəmişsiniz məndən ötürü? Çoxlu məşq eləmişim. Nə üzrə? Hadi, sən mənzə çatdıra bilərsən. Yaman gəldin ha, bəlkə də yanıma. Malades. Tariximdə toyluqda olub. Ona görə səni təbrik edirəm. Mənim ürəyim. Nə yaxşı ki varsan, Mən bugün təbrik hamımızsan, uğurva sevinirik. Çox Bugün sağ doğrudan da ben bugün de efirde demişəm. Hamımız mənim həyatımda Qəlbimdə tam başqa bir gözəllik yerim var. O Çox gün sağ ol. olsun Qusqan toyunda belə Çox həyəcanlanar sağ ol. inşallah. Çünki Nasılsın? heç vaxt heç kimin Təşəkkür edirəm. necə deyim yolunda çapar olmadı. Ona görə də Allah yol açdı. Daha zirvələrə Çox getdi sağ və biz ol. bunu sevinirik. Var ol deyən. Nə yaxşı ki varsa Təbriklər. Rüyam. Təbriklər. Çox sağ ol. Canım, Spasiba. Sən də sağ ol canım. Çox sağ ol. ki Azərbaycanlıydı. Yaxşı ki doğrudan da belə bir dövlət başçısının bir sənətçisi. Həm də bir o qıvırcı. Da forması olacaq. İndi biraz ay durmasınlar, küsməsinlər. Çox mənim tərəzədən yanında gözümə. Bilir, nə o da aslında. Bir görüm. Kes onların arxasında gəlir. Yəqin ki hamı hal-hazırda salonlarda hazırlaşır axşama, hə Murad? 100%. Axşam görüşmək ümidi ilə. Zaten bugün bizim biletlərimiz yoxdur. İnşallah gələ bilməyənlər də ayın 9-una hazırlaşırlar. Gəldinizmi çocuklar? Səni buraxmırdılar. Mən tapşırmışam da kızım. Bəli. Çəkiliş olacaq yoxsa Yox, indi hazırlaşıram. hazırlaşırsın? Uşaqları saxlayın da burada. Hansı uşaqlar, musiqiçiləri? Yox. 2 saat rahatdılar çünkü birazdan biz məşq çəkəcəyik təzədən. Mən hazır olandan sonra 2 saat yarım. Siz buraxın qoy yeməklərini yesinlər, rahatlasınlar. Təşəkkür edirəm. Çox sağ olun. Nə yaxşı qızam bugün mən. Nə yaxşı qızam. Təşəkkürlər. Hadi. Hadi seviyorum.